Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Növbəti izahımız MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün mövzu 4 tənliklər. Tənliklər ibtidai riyaziyyatın olmazsa olmazıdır. Ümumiyyətlə, indiyə qədər keçirilən bütün MİQ və sertifikasiya imtahanında tənliklə bağlı sual düşüb. Tənliyin özü də düşür və tənliklə həll olunan məsələlər. Yəni, tənliyi bilməyimizlə yanaşı biz bunu məsələ həllərində qurmaq və tətbiq eləməyi də bacarmalıyıq. Kanalda zaman-zaman tənliklə bağlı müxtəlif izahlar paylaşmışam. Amma indi mövzuların bu məntiqi davamını tutmaq üçün mövzu 1, mövzu 2, mövzu 3, mövzu 4 və sizdə sistemlilik olması üçün növbəti bir tənliklər mövzusunun izahını sizə verəcəm. Ümumiyyətlə, yadda saxlayırıq ki, bütün mürəkkəb tənliklər hər biri sadə tənliklərdən birinə gətirilib bu formada həll olunur. Bu sadə tənliklər dediyimiz hansılardır? Məsələn, məhsul toplananın tapılması, məhsul azalanın tapılması, məhsul çıxılan, məhsul bölünən, məhsul bölən və məhsul vuruğunun tapılması. Bu dediklərimizi baxaq görək hansılardır. Sadə tənliklərdə nümunə olaraq yazaq. X üstə gəl 5 bərabər 11 tənliyi. Sonra X çıxılsın 7 bərabər 13 tənliyi. 20 çıxılsın X bərabərdir 14 tənliyi. Sonra yaza bilərik X vurulsun 3 bərabər 24 tənliyi. Sonra digər nümunələrdən yaza bilərik, məsələn, məhsul bölünənin tapılmasına əsasən, bölənin tapılması 6 bölünsün X bərabərdir 2 tənliyi. Və ya yaza bilərik buradan X bölünsün 5 bərabərdir 25 tənliyi. Bütün, sizə bax bunu qayda kimi deyirəm, bütün böyük tənliklər, bütün uzun tənliklərin hər biri bunların həllinə gəlir. İndi gəlin baxaq görək. Burada nə var? Burada məhsul toplananın tapılmasıdır. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. İkinci tənlikdə azalan, çıxılan fərq. Burada azalanın tapılmasıdır. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılana əlavə eləmək lazımdır. Üçüncüdə, burada məhsul çıxılan tapmaq üçün azalanan fərqi çıxmaq lazımdır. Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Məhsul böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Məhsul bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. Bəli, bunları bilirik. Tamam. Bunları bilirsənsə, demək böyük tənliklərdə də tətbiq eləməlisən. Sadəcə, böyük tənliklərdə diqqətli olmalısan. Burada bizim dəyişənimiz bir x-dir. Amma bu, ifadə şəklində də bizə verilə bilər. Gəlin baxaq. Məsələn, belə bir tənlik verilib bizə. 18 bölünsün x çıxılsın, demək, 2 bərabərdir 4 tənliyi. Baxın, biz burada bu ikinci tənliyə göz gəzdirək. Bu yazdığımız 6 dənə tənliyin biri. Burada məhsul azalan x idi. Amma burada bizim məhsul azalanımız bütövlükdə bu olacaq, müəllimlər. Yəni, düşünməyin ki, tənliklərdə hər zaman tək x olmalıdır. Bu 2x ola bilər, x üstə gələk 3 ola bilər. Bunlara biz bütövlükdə məhsul kimi baxmağı bacarmalıyıq. Demək, burada bu məhsul azalan kimi baxsaq, məhsul azalan tapmaq üçün qaydamız nədir? Fərqin üzərinə çıxılanı əlavə eləyəcək. Bərabər elədik, 2-nin üzərinə 4 gəldi, 6. İndi buradan davam edirik. Bəs bu nəyin tapılmasıdır? Bu artıq bizə bu yazdığımız sadə tənliklərdən, bax bu hissədə bu 5-ci tənliyi verir. 1, 2, 3, 4, 5. 5-ci tənliyimiz, yəni məhsul bölənin tapılması. Məhsul böləni tapmaq üçün qaydamız nədir? Bölünəni qismətə bölmək lazımdır. 18 bölünsün 6, x də bərabər 3. Baxın, bu tənlikdə biz nəyi gördük? Bu tənlikdə məhsul azalan, çıxılan kimi yanaşdıq, sonra məhsul bölünən, bölən kimi tənliyimizə yanaşdıq. Bu çox önəmlidir. Başqa bir nümunə yazıram bura. 2x üstə gələk 3 bərabərdir. Məsələn, 15. İndi birinci biz burada məhsul toplanan kimi bu birinci tənliyə baxırıq, bir də bu tənliyə baxırıq. Bu tənliyimizdə birincidə məhsul toplanan x-dir, burada məhsul toplanan bütövlükdə 2x-dir. Yəni, məhsul kimi bütövlükdə baxmağı bacarmaq lazımdır. 2 məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Bu elədir 12. Buradan da x bərabər 6. X-i bərabər biz 6 tapdıq. İndi deyəcəksiniz, müəllim, bunlar sadədir. Müəllimlər, kifayət qədər çətin, heç yerdə olmayan suallar, ən çətin suallar onsuz da bizim kanalda var, bu öz yerində. Sadəcə mövzu izahadır deyə, mövzu izahı hamı üçün başa düşüləndir. Bu tip tənlikləri öyrənməliyik ki, qarşıda uzun tənliklərdən də sizə nümunələr göstərəcəm. Bir də tənliklərin həllində əsas məsələlər sağa-sola keçirtməkdir. Bax, biz burada bu üstə gəl 3-ü 15-i bu tərəfə keçirsək, çıx 3 kimi də yaza bilərik. Bərabərliyin sağından soluna, eləcə də solundan sağına nə keçirsə, öz işarəsini əksinə dəyişəcək. Və mötərizənin açılması var.
Mötərizənin qarşısında mənfi işarəsi olanda mötərizənin içərisində olan hər bir ifadə öz işarəsini əksinə dəyişir. Müsbət olanda isə olduğu kimi qalır. Baxaq, başqa bir nümunəyə baxaq. Növbəti nümunəmiz belə olsun. Tutaq ki, 5x. Bura 1 yazıram. Bura 2 yazıram. Bol-bol nümunələrlə bunu sizə göstərməyə çalışacağıq. Üçüncü nümunəmiz 5x üstəgələk 3 bölünsün 7 bərabərdir 4. Baxın, bu tənliyə baxaq. Bu tənlik bizə bu sadə tənliklərdən hansını xatırladır? Baxaq, diqqətli olsaq görərik ki, x bölünsün 5 bərabər 25. Sonuncu tənlik. Burada bölünəni necə tapırdıq? X bərabərdir. Bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. 5 25-ə vuranda elədir 125. İndi burada sadəcə bizim məhsul bölünənimiz ifadə şəklindədir. 5x üstəgələk 3. Məhsul bölünən, bölən, qismət. Birinci buranı tapacağıq. Məhsul bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. 7-ni 4-ə vurduq elədir 28. Davam eləsək, təzədən məhsul toplanan tapılması 5x bərabərdir 25. X də bərabər 5-ə. X-in buradan 5 olduğunu tapdıq. Aydın oldu. Gördüyünüz kimi bütün nümunələri nə qədər uzun tənliklər olsa belə biz bunlarda məhsul bölünən, məhsul toplanan, azalan, çıxılan bax bunları tətbiq eləyirik. Başqa bir nümunəyə baxaq. Nümunəmizdən biri 104-cü nümunəyə baxırıq. 100 çıxılsın demək 3 vurulsun 4x üstəgələk 4 bərabər 52. Burada mötərizəni aça bilərik. Təbii ki, bir tənliyi 2-3 qayda ilə yazmaq olar. Kimsə dəyişənləri sağa sola keçirməklə, kimsə mötərizəni açmaq şərtindən. Burada yenə də biz bura bütövlükdə məhsul çıxılan kimi də yanaşa bilərik. Yəni 100-dən nəyi çıxanda 52 alınıb? Bax, bu məntiqlə yanaşma eləsək, bu məhsul çıxılan kimi baxsaq bura, 3 vurulsun 4x üstəgələk 4 bərabərdir, 100 çıxılsın 52. 100-dən 52-ni çıxanda nə qalır? 48. Onda alınar 3 vurulsun 4x üstəgələk 4 bərabər 48. Hər tərəfini 3-ə bölsək, 4x üstəgələk 4 bərabər 16, 4x bərabər 4 keçər 16-dan çıxılar 12 qalar. X də bərabər 3 olduğunu tapmış olaraq. Deyə bilərsiniz ki, müəllim, mən bunu vurub bastım, çıx 12, çıx 12, sonra sadələşmə elədim, heç bir problem yoxdur. Amma orada da biraz mənfi məsələlərdə diqqətli olmaq lazımdır. Məhsul çıxılan, məhsul azalan, bax, bu formada yanaşmaya önəm vermək lazımdır. Keçək, get-gedə tənliklərimizin, belə deyək, mötərizələrini artıracağıq. Başqa bir nümunəyə baxırıq. Neçənci nümunədir bu? Burada 4, 5-ci nümunəyə baxırıq. 5-ci nümunədə yazırıq. 60 çıxılsın, 2 vurulsun, 2 mötərizə, 4x üstəgələk 4 çıxılsın 8 bərabərdir 44. Bunu necə həll edəcəyik? Yenə burada məhsul çıxılan, məhsul azalan məntiqini tətbiq eləsək, azalan, baxın, buradan bura qədər çıxılan, bu da buradan bura qədər fərq. Elə bil ki, bunu belə yaza bilərik də, 60 çıxılsın, x bərabərdir 44. İndi burada x-dir, amma burada bütövlükdə bu ifadədir. 2 vurulsun, 4x üstəgəl 4 çıx 8. Gəlin, indi bunu buradan yazaq. 2 vurulsun, 4x üstəgələk 4 çıxılsın 8 bərabərdir. Bu nəyə bərabər olub ki, 60-dan çıxanda 44 qalır. Bax, məntiq bundan ibarətdir ki, bu hissə nəyə bərabər olub ki, 60-dan çıxanda 44 qalır. 60-dan da 44-ü çıxanda qaldı 16. Artıq davam edirik. Birinci vuruq, ikinci vuruq, hasil. 2-ni vurub aça bilərikmi? Elə də yaza bilərik. Amma burada 2 qat mötərizə var, diqqətli olmalıyıq. 16-nı 2-yə böləcəyik və bu kənardakı mötərizə də artıq mənasını itirəcək. Nəticə olaraq qalacaq ki, 4x üstəgələk 4 çıxılsın 8. Bərabər 16-nı 2-yə böləndə 8. Demək, bura bütövlükdə 8 imiş ki, 2-yə vuranda 16 eləsin. Bəs müəllim, mötərizə niyə mənasını itirir? Mötərizənin mənası burada öz daxilindəkilər tərkibində saxlamaydı. Artıq bu 2 bu tərəfə keçəndən sonra mötərizənin bir önəmi qalmır. İndi buradan yenə azalan çıxılan fərq kimi yanaşsaq, 4x üstəgəl 4 bərabərdir və ya bu mənfi 8
bərabərliyin solundadır. Sağına keçsə üstəgəl 8 olar, eləyər 16. 4x bərabər 12, x də bərabər 3. Tənliyi kökü nəyə bərabər oldu? Tənliyin kökü 3-ə bərabər oldu. Başqa nümunələrə baxaq müəllimlər. Bu nümunə 5 idi. Belə bir tənliyimizin həllinə baxaq. 10x, baxın, bu formada yazırıq. 24x olsun. 24x bölünsün 4, bölünsün 77, çıxılsın 15x bölünsün 5, vurulsun 3, bərabərdir 3-ə. Bunu sadələşdirmə eləsək, mövcud hesablamalar varsa, onlar üzərində yerinə yetirək ki, işimiz nə olsun? İşimiz rahatlaşsın. 24x-i 4-ə bölə bilərik burada hələ ki. Alınar nə? 6x bölünsün. Mötərizə yazılır. 77 çıxılsın. 15x-i 5-ə böləndə alınır 3x. 3x-i də 3-ə vuranda alınır 9x. Bərabərdir 3-ə. Bunu bu formada burada yazdıq. İndi diqqət edəcəyimiz növbəti məqam nədir? Bölünən, bölən, qismət. Bu 77 çıxılsın 9x-i bərabər eləyərəm. 77 çıxılsın 9x-i bərabər eləyərəm. 6x-i nəyə böləndə 3 alınır? Tənlikləri həll eləyəndə özünüzdən bu formada sual versəz, sizin üçün mahiyyət daha da aydınlaşır. Bir də sual verirəm, bax 6x-i nəyə böləndə 3 alınır? 6x-i biz böləndə 2x-ə və ya 6x-i biz 3-ə bölməliyik ki, neçə olduğunu tapaq, 2x alır. Demək, bura 2x-dir. Həqiqətən də bu ifadənin yerində 2x olsa, 6x-i 2x-ə böləndə x-lərimiz gedər, qalır 3. Buradan 77 bərabərdir 11x almış olarıq. X də bərabər 7-yə. Tənliyin kökü nəyə bərabərdir? Tənliyin kökü bərabər oldu 7-yə. Sonra başqa bir nümunəyə baxaq. İndi çox mötərizəli tənliklərimizdən bir neçəsinə baxaq. Buradan yazıram. Demək 5x üstəgələk 9 çıxılsın 1 bölünsün 7 üstəgələk 11 bərabərdir 15. Bunu necə həll edəcəyik? Qayda, bu tipli suallarda müəllimlər ən kənarlardan başlayaraq həll edəcəyik. Ən kənarlardan mötərizələri açacağıq. Burada bura qədər olan ifadəyə məhsul toplanan kimi deyə bilərik. Gördüyünüz kimi tənlik nə qədər mürəkkəb olur olsun, onun içərisində bir məhsul toplanan, məhsul azalan, məhsul bölünən, məhsul bölən gizlənir mütləq şəkildə. Birinci toplanan, ikinci toplanan cəm. Bütövlükdə bunu biz məhsul toplanan kimi götürsək, onda nə edəcəyik? Cəmdən məlum toplananı çıxarıq və bu mötərizə də mənasını itirəcək. 5x üstəgələk 9 çıxılsın 1 bölünsün 7 bərabərdir 15-dən 11 çıxanda 4. İndi sən bu izaha baxanda deyəcəksən ki, müəllim, mən heç onu məhsul toplanan kimi düşünmədim. 11-i bu bir tərəfə keçirdim. 11 çıxılsın 11 bərabərdir 4 yazdım. Tamam, doğrudur. Əslində sənin o düşünməyib yazdığın ilə mənim dediyimdir. Yəni bu məhsul toplananın tapılmasıdır. Bunu sadəcə olaraq hər dəfə məhsul toplanan, məhsul azalan, məhsul bölünən kimi işlətmək istəmirsənsə, ən sondan başlayaraq aça bilərik. Sadəcə ən sondan başlayanda bilməlisən ki, solda nə varsa işarəsini sağa keçəndə dəyişəcək. Toplamadırsa çıxma ilə əvəz olunur, çıxma toplama ilə. Bölmə vurma ilə, vurma bölmə ilə. Toplama bu bir tərəfə keçir, çıxma ilə. İndi davam edirik. Əslində bax burada məhsul bölünən bölən kimi yanaşa bilərik və ya dediyimiz də əslində buradan törəyən bir qaydadır. Böl 7 bu bir tərəfə keçər, vur 7 ilə əvəz olunur və bu mötərizə mənasını itirər. Qalar 5x üstəgələk 9 çıxılsın 1 bərabər 28. Bundan sonra davam eləsək, yenə 5x üstəgələk 9 bərabərdir. Bu çıx 1, bu bir tərəfə keçər, eləyər 29. 5x bərabərdir 29-dan 9-a çıxaraq 20 qalar. X də bərabərdir 4. X-in bərabərdir 4 olduğunu tapmış olarıq. Yəni bu nümunədə də gördünüz ki, böyük mötərizələrdə bir problem yoxdur. Sadəcə və sadəcə diqqətli olmaq lazımdır.
Keçək başqa bir nümunəyə, müəllimlər. 3 mötərizə 3x üstəgələk 70 bölünsün 4 çıxılsın 7 vurulsun 2 bölünsün 3 üstəgələk 8 bərabər 20. Burada çox rahat nə edəcəyik? Bu ən kənarlardan silə-silə gedəcəyik. Diqqətli olmaq lazımdır ki, ən kənarlarda nə varsa bu buradan sağa keçəndə öz işarəsini əksinə dəyişəcək. Üstəgəl 8 var, bu bir tərəfə keçəndə çıx 8 olacaq. Və bizdə qalacaq nə? 3x üstəgələk 70 bölünsün 4 çıxılsın 7 vurulsun 2 bölünsün 3 bərabərdir. 20-dən 8-ə çıxdıq, qaldı burada 12. İndi bundan sonra böl 3 məchul bölünənin tapılması qaydasından və ya böl 3 bu bir tərəfə keçir, vur 3 ilə əvəz olunur. Bu mötərizə də burada mənasını itirəcək. Qalacaq 3x üstəgələk 70 bölünsün 4 çıxılsın 7 vur 2 bərabərdir 36. Yəni belə deyə bilərik ki, bax buradan bura qədər bu məchul bölünən nəyə bərabər olub ki, 3-ə böləndə 12 eləyir. Bu 3-ü 12-yə vurmaqla əldə edə bilərik və ya deyə bilərik ki, bura 36-dır ki, 36-nı 3-ə bölmüşük, 12 alınır. Sonra davam eləsək, bu vur 2 bu bir tərəfə keçir, böl 2 ilə əvəz olunur. O zaman burada yazaram 3x üstəgəl 70 böl 4 çıx 7 artıq mötərizə də dedi ki, bir işə yaramır, mənasını itirir, bərabərdir. Nəyi 2-yə vuranda 36 eləyir? Məntiq budur. 2 bu bir tərəfə keçir, böllə əvəz olunur. Vur 2 bu tərəfə keçir, böl olanda 36-nı 2-yə böləndə 18. Hər dəfə keçəndə işarənin əksinin dəyişdiyini, işarənin öz əksinə dəyişdiyini görürsünüz. Davam eləsək, alarıq 3x üstəgəl 70 bölünsün 4 bərabərdir. Çıx 7 var. Çıx 7 bu bir tərəfə keçir. Dəyərli müəllimlər olur 25. Bu 25 elədir. Buradan artıq yenə bölən qismət. Böl 4 bu bir tərəfə keçir, vur 4 ilə əvəz olunur, alınır 3x üstəgələk 70 bərabərdir 100-ə. Buradan 3x bərabərdir 30, x də bərabərdir, yəni 100-dən 70-i birbaşa çıxdı, qaldı 30-u 3-ə böləndə 10. Bir də mən müəllimlərə, indi biz burada mövzu izah edirik, testlərdə arzulayıram ki, çalışıb tənliyi həll etməyi öyrənsinlər. Müəllim, mən tənliyi cavabla işlədim, yerinə ədəd qoydum, rəqəm qoydum, bu artıq özünü doğrultmur. Çünki imtahanda artıq tənliyin kökünün 3 mislini tapın, tənliyin kökünün rəqəmləri cəmini tapın. Ona görə mütləq ki, tənliyi həll eləməyi bacarmaq lazımdır. Burada müəllimlər, bax bu yazdığım bu tənlikdə, əslində mən bunları bu alt-alta yazmadan da yazardım burada. Bax qaydalar, bunu qoy bu hissəni silim. Bax bu hissəni silim. İndi bu tənliyi bu formada həll eləmədən bir şərtlər qoyub yaza bilərəm. 1 yazaram 20 çıxılsın 8 bərabər 12. Yəni bu 20-dən bu 8-ə çıxdıq. İkinci şərtimiz 3-ü vurduq 12-yə. 12 vurulsun 3 bərabər 36. Yəni hər dəfə bir tərəfə keçəcək. Sonra vur 2 var, yazıram 3-cü 36 böl 2 bərabər 18. Sonra çıx 7 var, demək tərsinə yazacaqsan 4-cü 18 üstəgələk 7 bərabər 25. Sonra böl 4 var, yazacaqsan 5-ci böl 4 vur yazacaqsan 25 vurulsun 4 bərabər 100. Böl 4-dən qabaq üstəgəl 70 var. Demək bunun tərsini yazacaqsan 6. 100 çıxılsın 70 bərabər 30. Ən sonunda vuraq 3 var. O da buradan alınır 3x bərabər 30. X-in də bərabər 10 olduğunu tapa bilərik. Amma bu belə deyək, biraz tənbəl yoldur və biraz özümüzü aldatmaqdır. Yəni ərinirik, x-ləri yazmağa ərinirik və nəticədə hər hansı bir rəqəmdə səhv eləyə bilərik. Amma həll qaydası baxın budur, mütləq şəkildə hər bir şeyin qayda qanunla öyrənmək lazımdır. Növbəti bir tənliyə baxırıq müəllimlər. Növbəti tənliyimiz demək 120 bölünsün üst mötərizə 3x minus 15 üstəgəl 29 böl 7 çıx 8 16. Burada biraz ilişə bilərsiniz ki, bəs müəllim biz burada bu çıx 8-dən giriş eləyəcəyik, yoxsa 120 böldən giriş eləyəcəyik. Bilirik ki, hesab əməllərində əvvəl vurma, bölmə, sonra toplama, çıxma həll olunur. Yəni tənlik olmayan. Tənliklərdə isə bunu biraz diqqətli olmaq lazımdır. Tənliklərdə biz əvvəlcə
toplanan, azalan, çıxılan ilə əməliyyat aparıb, sonra vurma və bölməyə və ya mötərizəyə keçəcəyik. Yəni, belə yadda saxlayın, loru dildə desək, sizin bir tərəfdə vurma toplamanız, bir tərəfdə bölmə çıxmanız varsa, çıxmaları və toplamaları təmizləməliyik. Ona görə biz birinci bu formada yanaşacağıq ki, bax, buradan bura qədər azalan, çıxılan fərq. Yəni, nədən 8-i çıxanda 16 alınır. Və ya, daha sadə desək, bu çıx 8 bu bir tərəfə keçər, üstəgəl 8 ilə əvəz olunar. Yerdə qalan nədir? 120 bölünsün 3 mötərizə, 3x çıxılsın 15, üstəgələ 29 böl 7 bərabərdir 24. Bunu bu formada yazdıq. İndi davam edirik, müəllimlər diqqətli oluruq. Buradan artıq bölünən, bölən məntiqini tətbiq edəcəyik. Bölünən, bölən, qismət. 120-ni nəyə böləndə 24 alınır? Bax, bu məntiqi tətbiq eləsək, buradan da bu mötərizə də artıq mənasını itirəcək. Mötərizənin mənasını itirməyinə səbəb odur ki, bu mötərizə 120 ilə bu sərhəddi saxlayır. Artıq 120 olmadığına görə mötərizənin də mənası qalmır. Alınır 3x çıxılsın 15, üstəgələ 29 bölünsün 7 bərabərdir 120-ni 24-ə böləcəyik. Məhsul bölənin tapılma qaydasına əsasən. Elə bil bu deməkdir. Baxın, 120 bölünsün x bərabər 24 tənlik kimi. Sadəcə x-in yerində burada böyük bir ifadədir. X-i burada nə tapırıq? 5. 120-ni 24-ə bölüb, buradan x-in 5 olduğunu tapırıq. İndi davam eləyəcəyik. Uzun mötərizəli tənliləşin. Böl 7 bu bir tərəfə keçir, vur 7 ilə əvəz olunur. Məhsul bölünənin tapılma qaydasına əsasən alınır 3x çıxılsın 15, üstəgələ 29 bərabər 35. Davam edir, 29 keçir bu bir tərəfə, 3x çıx 15 bərabər 6, 3x bərabər 21, x də bərabər 21, 3-ə böləndə alınır 7. Demək, bizdə bu tənliyin kökü bərabərdir 7-yə. Bu qədər müəllimlər. İndi inşallah növbəti izahlarımızın birində də tənliklərlə bağlı suallar, bol-bol nümunələr həll edərik. Siz burada əsas olaraq uzun tənliklər, tənliklərdə ifadələrin açılması və s. bunlarla bağlı məsələlərə diqqət elədiniz. Hər birinizə uğurlar arzulayıram. Əlavə sualınız olsa yazın və növbəti endirimli oktyabr qrupuna qeydiyyat başladı. Bax, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun müəllimlər. Növbəti izahlarda görüşərik.